Qarabağ Universiteti Klinikası və Universitetin Tibb və Sağlamlıq Elmləri Fakültəsində yeniliklər olacaq. Bu barədə klinikanın baş direktoru Samir Babayev Təhsil TV-yə müsahibəsində danışıb. Klinika tərəfdə yeniliklərimiz belədir ki, biz artıq poliklinikalarla başlamışdıq və artıq mart-aprel ayında bizim təcili yardım, dünya səviyyəsində bir təcili yardım xidmətimiz qurulacaq. Onunla paralel acil və təcili əməliyyatlara başlayacağıq. Eyni zamanda reanimasiyamız fəaliyyətə başlayacaq və sentyabr-oktyabr ayları üçün bütün tam stasionarımız açılacaq ki, müxtəlif sahələrdə bizim stasionar xidmətimizdə artıq xidmət açılsın. Qarabağdakı icmamıza, Xankəndidəki icmamıza, bizim xəstələrimizə xidmət eləsin. Bu klinik tərəfdə olacaq yeniliklərdəndir. Eyni zamanda paralel olaraq biz mərkəzlər yaradırıq. Mərkəzlər dediyimiz, biz düşünürük ki, bir universitet xəstəxanəsi olduğumuz üçün bizim mütləq minimumlarımız var ki, bu minimumlarımız, yəni belə deyək, əsas branşlarımız, onlarda bütün hər branşda həkimimiz, stasionarımız olmalıdır. Amma ondan başqa az miqdarda çox özəl mərkəzlərimiz, məsəl üçün yaxında açılacaq psixiatriya mərkəzimiz həm uşaq, həm də böyüklər üçün ürək mərkəzidir və belə deyək, sonsuzluq müalicəsi mərkəzini çox yaxında bu ilin içində açmağa planlayırıq. Tədris mənasında yeniliklərdən bu il ya da gələn ilin əvvəlinə formalaşacağımız proqramlar diş həkimliyi proqramıdır, əlavə etmək istəyirik. Bunun üçün ciddi artıq işlər başlayıb, həm kurikulum qurulması mənasında, həm komandanın toplanması, həm də infrastrukturun yaradılması mənasında. Ondan başqa yepyeni belə deyək, inisiativ bir proyekt burada Qarabağda, Qarabağ Universitetinin içində səhiyyədə idarəçilik master proqramını açmaq və bunu ekzekutiv proqram eləmək. Ekzekutiv nə deməkdir? Yəni bu artıq sahədə işləyən ya da belə deyək, rəhbər olmaq istəyən səhiyyə işçilərimiz həftə sonları Qarabağa gəlmək şərti ilə 2 il içində master səhiyyə idarəçiliyi masteri qazana biləcəklər. Belə bir proqram üzərində işləyirik, yaxında onu başladıq.